dünən biraz bombalıq elədim, səhərə yaxın yatdım, montaj işlərini görürdüm. Ona görə səhər tezdən məşqə dura bilmədim. Bəxtimdən məşqçim mənim dostumdur və mənə heç nə eləyə bilməyəcək. İndi hazırlaşıram, məhsulları təqdimata hazırlayıram. 11-də bir görüşüm var, sonra bir görüş. Biraz elə bil çox danışdım. Nəysə, cehizlərimi hazırladım, getdim müştəri ilə görüşə. Bu arada bir neçə layihəm var, amma əsas fəaliyyətim korporativ hədiyyələr və premium qutuların istehsalatıdır. Birinci görüşüm Telegüllə tərəfdə olan ofislərin birində oldu. Təəssüflər olsun deyə bilməyəcəm hansı şirkətdir, amma məni çox mülayim qarşıladılar. Oradan çıxandan sonra mindim taksiyə, gəldim keçmiş Winter Park, indiki Movenpick otelə. Burada da çox mülayim insanlarla görüşdüm, maraqlı müzakirələrimiz oldu və bu gördüyünüz yerdə biz öz məhsullarımızı yerləşdirəcəyik inşallah. Yenə oturdum taksiyə, gəldim istehsalata. Bu bizim Rəşiddir və mən gələrkən mahnı oxuyursa, deməli keyfi yaxşıdır. Qısaca fəaliyyətimdən hərənin bir xəstəliyi var. Mənim xəstəliyim isə qeyri-adi, gözəl və brend məhsullar yaratmaqdır. Qıraqdan baxan elə bilir ki, milyon qazanıram, amma heç də belə deyil. Hələ də 100 mindən çox borcum var, amma mən inanıram ki, bir gün mən də tutuzduracağam. Bəzi dostlarım deyir ki, məhsulları baha satırsan, amma mən öz işimə dəyər verməsəm, digərlərini necə verəcək? Nəysə, bu mövzuya hələ qayıdacağıq. Ofisdə olan pişiklərin gözlərini sildim və işdən çıxarkən gördüm dəhşət tıxac var, taksi yox idi və avtobusa minib getməyə qərara gəldim. Bu arada avtobusla daha tez çatıram və özümü axşam məşqinə çatdırdım. Bu Abduldur, mənim məşqçimdir. Abdulla ilk dəfə 3 yaşında bağçada görüşmüşəm və indiyənə kimi onunla çox yaxın dostluq eləyirəm. Əgər sənə özündən razı olmayan və sənin həyat tərzini dəyişən bir trener lazımdırsa, Abdul məhz o adamdır. Burada videomu yekunlaşdırıram, çalışacağım sabah yeni bir video ilə qayıdam.